25 dekabr 2025-ci il tarixində İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Mövlanverdiyeva Sevinç xanım və təşkilatın üzvləri Sabunçu rayonunun Şəhid Firuz Bayramov adına 22 saylı orta məktəbin direktoru Ələkbərov Azər müəllim və həmin məktəbin müəllimləri Şəhid Bayramov Firuzun ailə üzvləri ilə görüş keçirdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Hörmətlə Sabunçu rayon təşkilatı. Biz bugün təşkilatımızla gəlmişik. İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin təşkilatı, Sabunçu rayon təşkilatıyıq. Özümüzə bir borc bilirik. Az da olsa mənəvi dəstək olaq sizlərə. Yəni şəhidimiz Firuz Bayramovun ailəsini ziyarət etməyə özümüzə borc bildik bunu. Yəni şəhidlər olmasa biz bugün bəlkə burada oturub rahat heç söhbət də eləyə bilməzdik. Yəni şəhidimizə biz borcluyuq. Allah rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz. Allah rəhmət eləsin. Allah sizlərə də səbir versin. Siz sağ olun. Bizim məktəbimiz 22 nömrəli tam ümumi təhsil məktəbi Şəhid Firuz Bayramovun adını daşıyır və biz məktəb rəhbərliyi olaraq tüm şagird kontingentimiz, pedaqoji heyətimiz, valideynlər də daxil olmaqla özümüzə müqəddəs borc bilirik ki, hər zaman Firuzun anım mərasimlərin, ümumiyyətlə bizim şəhidlərimizin əziz xatirələrini məktəbdə yad edək. Uşaqları vətənpərvərlik ruhunda, şəhidlərə hörmət ruhunda tərbiyə edək. Biz şəhidlərə dair mövzuları məktəbin ən strateji və vacib bir sahəsi hesab edirik və hesab edirik ki, tədris prosesindən əlavə olaraq uşaqların vətənpərvərlik ruhunda bizim keçmişimizi, tariximizi, ümumiyyətlə Azərbaycanın igid övladlarının tanınması, dahi şəxsiyyətlərimizin tanınması istiqamətində bütün pedaqoji heyətimiz səfərbər olmalıdır. O cümlədən biz bütün tədbirlərimizdə bizim Ali Baş Komandanımız, bizim möhtərəm cənab prezidentimizin İlham Əliyevin o tarixə imza atdığı uğurlarını da biz vurğulamaq özümüzə borc hesab edirik. Çünki cənab prezidentimizin 44 gündə əldə etdiyi bu qələbə həqiqətində Azərbaycanın 2 və daha çox əsrli tarixində bir imza atdı. Hegemon dövlətlərin təzyiqi altında qalan kiçik bir Azərbaycan 30 ildə öz torpaqlarını qaytara bilmirdi. Cənab prezidentimiz vuruşa-vuruşa, mübarizə apara-apara, böyük bir fitri istedadla, ustalıqla beynəlxalq siyasəti o səviyyədə qura bildi ki, Azərbaycan qısa müddətdə dünyada analoqu olmayan bir qələbə qazandı. Yeri gəlmişkən mən sizə deyim ki, hal-hazırda cənab prezidentimizin qurduğu ordu dünyanın 50 ən mütəşəkkil ordular sırasına daxil olub və dünyada bu saatları Azərbaycan ordusunun əldə etdiyi qələbəni bütün hərbi məktəblərin metodik vəsaitlərinə daxil edirlər ki, yəni bu fenomenal bir uğurdur. Mən yeri gəlmişkən bir məsələni də sizin nəzərinizə çatdırım ki, Azərbaycanın apardığı müharibə çox çətin, ağır iqlim və coğrafi ərazidə keçirilib. Yəni orada dağ ətəyində sıldırım qayalara texnikanın daşınması, tankların ora daxil edilməsi və sıravi heyətin o ağır iqlim şəraitində Şuşaya, Xankəndiyə qədər aparıb qısa müddətdə çatdırılması olduqca çətin bir məsələ idi. Amma Azərbaycan dövləti kiçik bir dövlət olsa da bu məsələnin öhdəsindən böyük bir igidliklə gələ bildi. Təbii ki, burada bizim şəhidlərimizin o vətənpərvər ruhunda tərbiyə olunan şəhidlərimizin onların igidliyi hesabına, onların canlarını fəda etməsi hesabına. Mən Firuz Bayramovun bütün ailə üzvlərinə, hamısına öz kollektivimiz adından dərin başsağlığımızı bildirirəm. Hər il biz Firuzun anım mərasimini qeyd edirik, özləri də bilir. Məktəb müntəzəm olaraq bu evə gəlir. Biz bu evi öz evimiz kimi həmişə bura gəlirik. Müntəzəm əlaqə saxlayırıq. Məktəbin əlindən nə dəstək gəlirsə biz bu ailəyə edirik və edəcəyik də. Mən arzu edirəm ki, Azərbaycan bundan sonra iri addımlarla həmişə irəli getsin. Bizim ümumiyyətlə heç vaxt bizim heç bir düşman bizim torpaqlarımızı bir daha ayaq bastalamasın
və heç zamanda bundan sonra biz şəhid verməyik. Ancaq Azərbaycan sülh şəraitində inkişaf etsin və yeni nəsil bizim gənc vətəndaşlar yetişdirsin və o gənc vətəndaşlar da elə öz təhsilləri ilə, peşəkar kadr olmaqları ilə, layiqli vətəndaş olmaqları ilə mən elə gəlir ki, o şəhidlərin qisasını almış olacaqlar. Allah rəhmət eləsin. Bütün qazilər, veteranlar qarşısında da mən başımı əyirəm. Hamıya da həmin qaziləri, veteranlara uzun ömür, can sağlığı arzu edirəm. Şəhidlərimizi bir daha Allah rəhmət eləsin. Məktəbin direktoru Azər müəllimin sözlərinə qoşuluram, deyirəm Azər müəllim, var olun, təşəkkür edirik sizə ki, yəni bu məktəbdə doğrudan da düzgün deyək ki, tədris, ümumiyyətlə tədbirlər, yəni şəhidimizin adına layiq bir məktəbdir və orada təhsil alan uşaqlar da hər biri vətənpərvərlik deyək ki, hissini hər zaman öz, necə deyirlər, ürəklərində, beyinlərində həkk ediblər bunu. Belə bir uşaqlar təhsil alır orada. Və bizim təşkilatımızın sədri Sevinç xanım, mən də sizə öz adımdan təşəkkür edirəm ki, belə deyək ki, mənim də yaşadığım ərazidə şəhidimizin yəni evinə gəlib baş çəkməyi xahiş etdim. Daha doğrusu bu bizim işimizdir əlbəttə ki. Yəni sağ olun ki, sözümü də yerə yəni salmadınız. Bilirəm bir çox şəhidlərin evinə əlbəttə ki, getməyi biz hər zaman planlamışıq. Bu gün bura vaxt ayırdınız, gəldiniz. Hər birinizə mən də özüm yəni elə Firuz Bayramovun ailəsi adından təşəkkürümü bildirirəm ki, bu gün biz burada varıq. Bir daha şəhidimizə Allah rəhmət eləsin, cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Əlbəttə, onun əzizlərinə, balalarına can sağlığı arzu edirik və arzu edirik ki, o ailədən ancaq biz xoş xəbərlər eşidək və xoş günlərini və imkan olarsa biz də hər birimiz orada iştirak etmək özümüzə borc bilərik. Təşəkkür edirəm hər birinizə. Sabunçu rayonunun sədr müavini Xavər xanım Əlişbərov idi. Təşəkkür ederim. Çox sağ olun. Firuzun yoldaşı Xumar xanım. O müharibənin olan illərini mən xatırlamaq istəmirəm. Onun o 26-sı getdiyi günlər. Yəni o günləri Allah heç bir qapıya qismət eləməsin. Amin. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız hələ mən cəsarət edib Qarabağa gedə bilmədim. Mən dedim, o torpağa ayağımı necə qoya bilərəm? Yenə məndə 2 dənə övlad var. Onun bir dənə mənə hədiyyəsi, 2 dənə tərbiyəli övladı var. Sizdən çox üzr istəyirəm. Allah o subay uşaqlar getdi, onların analarının qarşısında baş əyirəm mən, şəhid analarımızın. Qardaşımın da balası 18 yaşında şəhid oldu. Naxçıvanda. Bala dərdi də ağırdı. Mən məcbur uşaqlarıma görə ayaqda qaldım. Allahıma şükür ki, indi düzdür deyirsiniz ki, hər ana bəlkə də uşağını tərifləyə bilər. Amma həqiqətən də hər kəs də bilir, 2 dənə tərbiyəli övladı var. O gəldi, onun dedi, mama dedi, hamı gedir Qarabağa dedi. Get ginəm, onun usta sən dedi, hara getsən portaldı, nə bilim nədir. Mən onu cəsarət edib Qarabağa hələ ki gedə bilməmişəm. İnşallah nasib olarsa gedərik. Onların qanı yerdə qalmadı. O özü könüllü getdi. Yəni Ülker 2 yaş yarımdaydı. 2 yaş yarım idi. Gecə yuxusunu gördüm mən. 31 günü yuxusunu gördüm. Sabah qalxdım, qaynımın yoldaşı Afərimə Ziniyyət var, qaynımın, Allah rəhmət eləsin. Onun yoldaşına danışdım ki, mən belə yuxu görmüşəm. Zibil atmağa getdik, saat 9 idi səhər. Evə qaydanda gördüm, hər kəs qapıda. Ayın 26-sı gedib, 31-i, hə? Qədər 31-i. 5 gündən sonra. Biri səhər tezdən, qız gecə yatmadı, sabaha qədər ata dedi, ağladı. Dedim, ay Allah, sən xeyir ver. Yəni, o qədər
yatmır, heç kim yatmır ki, ay Allah görəsən kimdən nə şəhid xəbəri gələcək, kimin qapısına nə xəbər gələcək. O qədər heç kim, yəni O ərəfə elə O idi də. zaman o qədər pis vəziyyətlər idi ki, Herkesin qapısına hamı şəhid. belə elə bir ki, bir dənə səs gələndə qorxurdu ki, görən nə oldu kimin evində, nə səsi gəldi. Allah səbir versin sizə bacım. Heç kim, kimə soruşdum, mənə heç nə dedi. Şəhidimizə ruhu şad olsun. Sabirin üstünə getdim. Amin. Heç Sabirlə hələ mən 3 il idi bu evdə, 3 il yarım idi gəlməydim. Hələ mən onunla oturub söhbət eləməmişdim. Əmim oğluydu. Utandığımdan getdim dedim Sabir nə olur üzünü çöndərdi. Kimə getdim? Kənd Soveti burada. Dedim nəsə olub mənə deyin də dedim. Heç kim demədi. Getdim qapı qonşu var idi Fikrətgil. O da ondan oradaydı. Dedilər Fikrət də gəlib. Getdim Fikrət qaçdı gizləndi. Dedim həvci yoxdur da bu. Ondan sonra gün ortadan sonra onun sağını göndərdik. Qara tabutu gəldi. Yenə də başqa şəhid anaları kimi onun yenə də uşaqlarının nişanəsi yox. Onların yanında mənə danışmaq düşməz. Yenə mənim kimi xatirələri qaldı. Evet. Onların yanında heç nə deyə bilmirəm. Onların qarşısında baş əyirəm. Biz də sizin qarşınızda baş əyirik. 8 dənə Nə yaxşı ki, evladlarınız var. Onlar sizə Bəli, bəli. elə yoldaşınızın xatirələridir. Siz də sağ olun ki, onları təhsili böyütürsünüz. Yəni xəbərimiz var. Onların bəhrəsini görün inşallah. Əvvəla xoş gəlmisiniz. Mən hamınıza çox sağ olun deyirəm. Düzdür, təşkilatı mən dünən gördüm. Tədbirdən sonra Sevinç xanım demin ki, belə deyil. Yəni biz bilmirdik ki, belə bir təşkilat var. Mən dəvət etdim onları. Bəli, çox sağ olun. Yəni, Ancaq yenə də mən sizə təşəkkür edirəm ki, bugün siz bizim yanımızda, bizim necə deyirlər, acımızla şərik olursunuz. Azər müəllim, mən nə qədər həyatda varamsa, bu neçə ili, bu neçə ili siz tədbirlərdən mən çox razı qalmışam. Dünənki tədbirdə ki, borcumuzdur. daha bilmədim mən necə o uşaqların hər bir əlacım olsa da hər birinin bağrıma basardım. Onlar necə bəlkə böyük uşaqlar elə tədbir keçirdə bilməzdilər. O fidan balalar 3-cü, 4-cü sinif uşaqları. Orada sizin böyük əməyiniz var. Siz deməklə deyil. Tüm o müəllimlərin, Orada müəllimlərin, uşaqların, valideynlərin bəli, hər birinin uşaqların zəhməti hamısı, var. bəli. Uşaqların eləcə də. Mən hər birinizə, gələn hər bir qonağa təşəkkür eləyirəm. Çox sağ olun, var olun. Gəlib bizim dərdimizə şərik olursunuz. Var olun. Biz görmüşük, Allah şükür bu günlərə ki, sakitçilikdir. Allah bundan beləsini sakit eləsin həyatımızı. Çox sağ olun, var olun, minnətdaram. Sağ olun. Seçmə insanlar. Mən qonaqlarımızdan çox razıyam. Sağ olsunlar. Belə daimi belə şəhidlərimizi yad eləsinlər. Bizim qapıya necə gəldi, biz necə sevinirik. Bütün şəhidlərimiz ailəsinə belə gedib sevindirsinlər, yad eləsinlər. Mən sizin hamınıza minnətdaram. Azər müəllim sizə də çox belə təşəkkür eləyirəm. Sağ olun. Şəhidlərimizi daimi belə yad eləyək. Tək mənim qardaşım demirəm. Ölün, o şəhidlər hamısı mənim qardaşımdır, balamdır. Hamısında necə belə gəlib bu qapıda bizi sevindirdiniz, yad elədiniz. Hamısının da məsələsini, o birisiləri də belə sevindirək, yad eləyəyim. Düz deyil. Bu qədər Sağ olun, vaxtınızı sağ olun. sərf edin. Teşekkür ederim.
düşmenat oynadır Araz boyunca. Kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan ol.